vitamin D-ni verirlər durmadan, böyük dozasını bəzən də verirlər. Uşaq gəlir ki, toksikozdan kalsiumu qalxıb kəllə çarxa, vitamin D-si qalxıb kəllə çarxa. İndi gəl bunu aşağı sal, yatışı olmadı. Valideyn deyir ki, mənə evdə ver, evdə uşağım vitamin D-sini aşağı salım. Bu mümkün olan bir şeydir. Və yaxud da dəmir preparatlarına durmadan müxtəlif formada vitaminlər verir. Hərəsinin içərisində müxtəlif doza dəmirlər və toplanır, nəticədə uşağın dəmiri artır, normadan artıq və orqanlara çöküntülər yarana bilir. Eləcə digər vitaminlərdədir. Yəni o Nizami Gəncəvin bir sözü var, həmişə onu sevirəm. Deyir, birinci saflığı varsa da suda artıq içiləndə dərd verir o da. Yəni vitaminlər, tamam dərmanlar bizə lazımlı olur, amma nə zaman lazım olanda, xəstəlik olduqda, əksiklik olduqda öz qədərində də yəni. Bəli, öz qədərində və bir uşaq əgər qida yemirsə, imtina edirsə, deyir mən yemirəm. Bu normal bir hal deyil. Yəni həmin uşağın artıq psixoloji durumu dəyərləndirilməlidir. Uşaq psixiatrı, uşaq psixoloqu, bunlar həmin uşaqla işləməlidirlər. Yəni başa düşürəm, valideynlər deyir ki, bir gün içərisində həll olunsun, amma o da bir gün içərisində həll olan bir şeydir. Necə deyək, biz dünyaya gələndə 9 aya bir, belə deyək də, vaxt çəkir ən azından bir dünyaya gəlməyimiz. Eləcə də həmin problemlərin də, yəni problem olduqda da o bir gün içərisində bir sehirli dəynək, çubuq yoxdur ki, verək ki, bu problemlər hamısı həll olundu.